Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə birlikdə çox ləzzətli, hər kəsin sevdiyi qızılı rəngdə badımcan qızartması hazırlayacağıq. Yeməyimizin ləzzətli olmasının sirri isə ən təzə ərzaqlardan istifadə etməyimizdir. Mən də elə buna görə qabımı götürüb öz həyətimizə keçirəm. Öz əlimizlə bəsləyib yetişdirdiyimiz təbii, bol vitaminli badımcanlardan təzə-təzə dərirəm. Sonra isə bol axar suyun altında təmiz-təmiz yuyuruq. Daha sonra bıçaqla badımcanların saplaq hissəsini və digər ucunu kəsib təmizləyirik. İndi isə keçirik badımcanları doğramağa. Mən badımcanları uzunsov, orta qalınlıqda dilimlərə bölürəm. Çox nazik etmirəm ki, qızardarkən qurumasın, içərisi yumşaq qalsın. Doğradığım badımcanların hər iki üzünə bərabər şəkildə duz səpirəm. İndi isə keçirik qızartmağa. Tavada duru yağı yaxşıca qızdırıram və badımcanlarımızı növbə ilə əlavə edirəm. Badımcanların hər iki üzünü orta odda gözəl qızılı rəng alana qədər qızardıram. Və budur. Bağçamızdan təzə-təzə dərib hazırladığım ləzzətli badımcan qızartmamız artıq hazırdır. Qızılı rəngdə, yumşaq və tam ağızda əriyən bir dad alındı. Əgər videomu bəyəndinizsə bəyənməyi və rəy bölməsində öz fikirlərinizi yazmağı, kanalıma abunə olmağı unutmayın.